Salam, bayramınız mübarək olsun. Gəlin sizə bu yumurta boyamağımın tarixçəsini danışım. Əgər həvəsiniz, vaxtınız varsa qulaq asarsınız, həm də izləyərsiniz. Deməli, biş-düşdən biraz vaxt eləyə bilmədim ki, 2-3 gün qabaq yumurtaları boya alım və boyuyum. Sözün açığı, heç mən də evə boya alıb qoymamışdım. Həmişə bazarlığa gedəndə görürdüm ki, ətrafda hamı satır, cürbəcür yumurta boyaları var. Mən də arxayın oturmuşam, elə bilirəm ki, yenə də həmin boyalar məni gözləyir. Nəysə, dünən getdim ki, boya alım və yumurtaları boyuyum. Getdim və gördüyüm dükanların heç birində boyalar qalmamışdı. Əslində boyalar var idi, amma mən istədiklərimdən yox idi. Mənim sevdiyim boya rəngləri parıltılı rənglər olanlardı. Amma satışda olanlar isə sadə boyalar idi. O boyalarda istifadə etmək istəmədim. Nəysə, uzun sözün qısası, artıq kör peşman evə qayıdırdım ki, birdən marketdə ağlıma gəldi ki, xanımların istifadə etdiyi dırnaq lakından hər ehtimala alım, birdən lazım olar. Gəldim dırnaq lakı seçməyə, gördüm orada da parıltılı rənglər yoxdur mən istədiyim kimi. Zərli lakları dərhal götürdüm və 2 dənə də parıltılı lak tapdım. Biri bu boz rəngdə olan, bir də çəhrayı rəngdə. Onun da kassadan barkodu keçmədi. Nəysə o qaldı kassada. Bunları bu 3 dənə lakı götürdüm, gəldim evə. Yumurtaları qırmızı soğan və bir ədəd çuğundurla qaynatdım. Bilmirdim nə rəng alınacaq, amma belə bir rəng alındı və mən də başladım bunların üzərindən lakla işləməyə. Deməli hər Novruzda mən bildirçin yumurtalarda rəngləyirəm. Bunların üzərində belə qara ləkələr olduğuna görə parıltılı rənglər istifadə edəndə çox gözəl görsənir. Ona görə də çox sevirəm bildirçin yumurtalarını boyamaqdan. Bu süni yumurtaları da bir mağazada gördüm. Çox xoşuma gəldi rəngləri. Düşündüm, əgər boya tapmasam bir təhər bunlarla yola verərəm. Amma elə oldu ki, rənglədiyim boyalarla rəngləri çox uyuşdu. Materialı tenis topuna oxşuyur. Belə, bu dırnaq lakları məni bu il vəziyyətdən çıxartdı. Məncə heç də pis alınmadı. Bəs siz hansı üsuldan istifadə etdiniz?